Xəbər verdiyimiz kimi avqustun 14-də Nardaran qəsəbəsində yerləşən Seabreeze istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavidoğlu vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bununla bağlı iş adamı Emin Ağlarov şəxsi Instagram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: Seabreeze ərazisindəki akvaparkda baş vermiş faciə və hadisə nəticəsində bir uşaq həyatını itirib. Şəxsən öz adımdan bütün Seabreeze komandasının adından ailəyə ən dərin və səmimi başsağlığımı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək heç bir söz yoxdur. Hazırda baş verənlərin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına, çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır. Biz öz tərəfimizdən istintaqa hər cür yardım göstəririk. Uşaqların və böyüklərin təhlükəsizliyi Seabreeze üçün həmişə qeyd-şərtsiz prioritet və öhdəlik olub olaraq qalır. Kurortun bütün zonaları, obyektləri Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark 3-cü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib. Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək. Seabreeze komandası, şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik deyə Emin Ağlarov yazısında qeyd edib.